Hörmətli dinləyicilər, əziz müəllimlər və dəyərli məktəb ailemiz. Sizi bugün səmimi qəlbdən salamlayırım. Mən məktəbimizin 7 sınıf şagirdi Nuray Qurbanlı. Bugün efirdə Fövqəladə Hallar Nazirliyinin Peşə Bayramı günü ilə bağlı xüsusi buraxılışımızla qarşınızdayım. Bugünkü verilişimizin məqsədi yalnız Peşə Bayramını qeyd etmək deyil, həm də həyatımızın təhlükəsizliyini təmin edən, fəlakətlərin qarşısını almaqda canla başla çalışan qəhrəmanların həyat və fəaliyyətindən bəhs etmək, onların xidmətlərini ətraflı şəkildə sizə çatdırmaqdır. Fövqəladə Hallar Nazirliyi işçiləri ölkəmizin ən mürəkkəb və məsuliyyətli peşələrindən birini icra edirlər. Onlar həm təbii fəlakətləri, sel, daşqın, zəlzələ, yanğın və digər təhlükələrin qarşısını alır, həm də insan həyatının qorunmasında, fövqəladə vəziyyətlərin idarə olunmasında əsas rol oynayırlar. Statistik məlumatlara görə 2023-cü ildə yalnız Lənkəran rayonunda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının həyata keçirdiyi təxliyə və xilasetmə əməliyyatları nəticəsində yüzlərlə insanın həyatı qorunmuş, bir çox binalar və infrastrukturlar ciddi zərərlərdən xilas edilmişdir. Bu, onların fədakarlığı və peşəkarlığının real göstəricisidir. Hörmətli dinləyicilər, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının işi yalnız texniki biliklərə əsaslanmır. Onlar yüksək mənəvi keyfiyyətlərə, cəsarətə və səbrə malik olmalıdırlar. Bugün onların hər bir addımı həyat və ölüm arasında incə xətt üzərindədir. Hər bir əməliyyat və təxliyə işi yalnız şəxsi bacarıq deyil, həm də kollektiv, əməkdaşlıq, dəqiqlik və intizam tələb edir. Qeyd etmək lazımdır ki, bu işdə müasir texnologiyalardan istifadə edilməklə yanaşı, əməkdaşların psixoloji hazırlıqda böyük əhəmiyyət daşıyır. Fövqəladə Hallar Nazirliyi işçilərinin fəaliyyətinə nəzər saldıqda, onların həm şəhər, həm də kənd yaşayış məntəqələrində fəaliyyət göstərdiyi görülür. Xüsusilə Lənkəran rayonunda onların iştirakı ilə keçirilən tədbirlər, fövqəladə hallara hazırlıq və maarifləndirmə tədbirləri bölgə sakinlərinin təhlükəsizlik biliklərini artırmış, mümkün fəlakətlərin qarşısını almaqda mühüm rol oynamışdır. Məktəblərdə keçirilən maarifləndirici tədbirlər nəticəsində şagirdlər də təbii və texnoloji fəlakətlər zamanı düzgün davranış qaydalarını öyrənir, beləliklə gələcəkdə cəmiyyətin təhlükəsizliyinə töhfə verməyə hazır olur. Hörmətli müəllimlər və şagirdlər, Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə fəaliyyətini izah edərkən onların humanist yanaşması xüsusi vurğulanmalıdır. Onlar yalnız texniki və əməliyyat vəzifələrini yerinə yetirmir, həm də insanlara psixoloji dəstək verir, onları qoruyur, təbii fəlakətlər zamanı panikanın qarşısını alır. Bu keyfiyyətlər onların işini daha da əhəmiyyətli və hörmətə layiq edir. Əziz dinləyicilər, Fövqəladə Hallar Nazirliyinin işçiləri müasir dövrdə ən mürəkkəb və riskli peşələrdən birini icra edir. Onların fəaliyyəti yalnız ölkəmizin təhlükəsizliyi üçün deyil, həm də regionun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Məsələn, Lənkəran rayonunda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının iştirak etdiyi yanğınların qarşısının alınması və təbii fəlakətlərin idarə olunması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının qorunması təmin edilmişdir ki, bu da yerli əhalinin maddi rifahını gücləndirir. Hörmətli dinləyicilər, nəzərə almaq lazımdır ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının fəaliyyəti yalnız fövqəladə halların qarşısını almaqda məhdudlaşmır. Onlar həm də icmalar arasında maarifləndirmə işləri aparır, insanların təhlükəsizlik biliklərini artırır, uşaqlara və gənclərə təhlükəsizlik qaydalarını öyrədir, müasir texnologiyalardan istifadə etməkdə fəlakətlərin riskləri minimuma endirirlər. Bu fəaliyyət həmçinin bölgədə sabitlik və ictimai əmin-amanlığın qorunmasında xidmət edir. Əziz müəllimlər və şagirdlər, Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü onların cəsarətini, fədakarlığını və insanlara xidmətini qeyd etmək üçün xüsusi əhəmiyyət daşıyır. Bugün biz onların həyat missiyasını, gərgin əməyini və həyat üçün riskli anlarda göstərdikləri qəhrəmanlığı yüksək qiymətləndirir, onların xidmətlərini diqqət mərkəzində saxlayırıq. Hər birimiz onların fəaliyyətini dəyərləndirərək cəmiyyətimizdə yüksəklik, təhlükəsizlik və qarşılıqlı dəstək qurumunu gücləndirə bilirik. Hörmətli dinləyicilər, Fövqəladə Hallar Nazirliyinin Peşə Bayramı günündə biz yalnız onları təbrik etmirik, həm də onların xidmətinə hörmətimizi bildirir, gələcəkdə gənc nəsillərin onlarda nümunə götürməsini tövsiyə edirik.
Bugünkü verilişimizdə onların qəhrəmanlığı, yüksək peşəkarlığı, vətənpərvərliyi və humanist yanaşması barədə danışdıq. Məqsədimiz sizə həm məlumat vermək, həm də cəmiyyətimizdə təhlükəsizliyin əhəmiyyətini vurğulamaqdır. Sonunda əziz dinləyicilər, gəlin Fövqəladə Hallar Nazirliyinin işçilərinin fədakarlığını, cəsarətini və həyat üçün riskli vəzifələrini qəlbimizə də qiymətləndirək. Onlara xidmətini yüksək qiymətləndirək və gələcək nəsillərə hörmət və minnətdarlıq nümunəsi olaraq çatdıraq. Sizi dinlədiyiniz üçün təşəkkür edirəm. Gələcəyin inşallah efirli olaraq növbəti buraxılışımızda yenidən görüşmək ümidi ilə. Sağ olun, ucalıqla qalın və təhlükəsizlik qalın. Həmşərim.